Salam, hörmətli izləyicilər. Azərbaycan müstəqillik qazandıqdan sonra onun müstəqillik tarixində ilk ən böyük aviaqəza haqqında sizə məlumat verəcəyəm. Bu qəza 1995-ci il dekabr ayının 5-də Naxçıvan-Bakı reysi ilə hərəkətdə olan zaman Tu-134 təyyarəsinin düşdüyü qəzadır. Belə ki, göstərdiyim tarixdə Tu-134 təyyarəsi hərəkətdə olan zaman Naxçıvan aeroportundan qalxdıqdan bir neçə dəqiqədən sonra açıq bir sahəyə düşür və orada tamamilə yanır. Və beləliklə də 4 nəfər heyətlə bərabər deməli təyyarədə olan 48 nəfər sərnişin də həlak olur. Allah hamısına rəhmət eləsin və beləliklə də Azərbaycan-Rusiya ekspertlərinin apardığı araşdırmalardan sonra məlum olmuşdur ki, təyyarənin deməli mühərriklərindən birinin sıradan çıxması nəticəsində baş vermişdir qəza və burada da pilotlar qəza enişi edən zaman səhvə yol veriblər və beləliklə də bu səbəbdən təyyarə qəzaya uğramışdır. Allah hamısına rəhmət eləsin. Kanalıma abunə olmağı unutmayın.